Salam müəllimlər. Müsahibəyə gedən müəllimlərə dəstək üçün bir neçə müsahibə sualını izah etmək istədim. Ümumiyyətlə müəllimlər qiymətləndirmə, təlim məqsədi, təlim strategiyaları, qiymətləndirmə meyarı, formativ qiymətləndirmənin üsul və vasitələri, ümumiyyətlə qiymətləndirmənin növləri, müəllim-şagird, şagird-müəllim münasibətləri, sinifin idarə edilməsi, şagird davranışı, bullying, bu mövzuları metodik vəsaitdən baxmadan getməyin imtahana. Sual 1. Qiymətləndirmə meyarı nədir? Cavab. Qiymətləndirmə meyarı şagirdin bilik, bacarıq və səriştələrinin hansı göstəricilər əsasında qiymətləndiriləcəyini müəyyən edən bir ölçüdür. Meyarlar aydın, obyektiv və təlim məqsədlərinə uyğun olmalıdır. Yəni, bir şagird, necə ki, dərsin əvvəlində təlim məqsədini şagirdə açıqlayırıq, daha sonra təlim məqsədinə uyğun olaraq qiymətləndirmə meyarını açıqlamalıyıq və biz onu aydın, obyektiv şagirdə düzgün bir şəkildə izah etməliyik ki, şagird dərsin sonunda müəllim onu hansı bacarıq, hansı bilik, bacarıq səriştələrinə əsasən qiymətləndirəcək, fəaliyyətini hansı istiqamətdə ölçəcək, izləyəcək. Söhbət qiymətlə, daha doğrusu rəqəmli qiymətlə ölçməkdən getmir təbii ki, fəaliyyətini izləməkdən gedir. Şagird dərsin əvvəlində bu barədə məlumatlandırılmalıdır. 2. Formativ qiymətləndirməni dərsin hansı hissəsində qeyd etmək lazımdır? Müsahibə qruplarında bəzən görürəm, müəllimlər formativ qiymətləndirməni dərsin o dəqiqə deyirlər dərsin sonunda. Xeyr müəllimlər, formativ qiymətləndirmə dərs boyu davamlı olaraq aparılır. Adı üzərində fəaliyyətin, nailiyyətin izlənilməsidir. Şagirdin inkişafının izlənilməsidir və biz də onu dərsin bütün mərhələlərində izləməliyik. Müəllim müşahidə, sual-cavab və tapşırıqlar vasitəsilə şagirdin inkişafını izləyir, əldə olunan nəticələri isə dərsin sonunda qeyd edərək növbəti təlim prosesini planlaşdırır, planlamasında qeyd edir. Öz dərsin əvvəlində qoyduğu məqsədə çatıb-çatmayıb, bunu formativ qiymətləndirmə vasitəsilə məlumatlandırır. Daha sonra şagird dərs zamanı qəsdən səs-küy yaradır və dərsi pozur. Bu zaman nə edərdiniz? İlk növbədə sakitliyimizi qorumalıyıq. Şagirdi sinif qarşısında utandırmadan həmin vəziyyəti idarə etməliyik. Onu dayandırmağa çalışmalıyıq. Səbəbini araşdırmalıyıq və çevik şəkildə vəziyyətə müdaxilə etməliyik. Hansı ki, bu müdaxilədə hər bir müəllim öz şagirdini tanıyır, gözləmləyir. Həmin anda nə edə bilərəm? Hansı strategiyadan istifadə edə bilərəm? Düşüncəsində olmalıdır. Şagirdi ən tez hansı üsulla dərsi cəlb edə bilərəm? Bunu düşünməlidir. Təbii ki, burada fərdi söhbət aparmaq deyəndə oturub şagirdlə 2 saat öyüd nəsihətdən